Sumqayıt şəhərində Qubadlı rayon Tatar, Qaraqoyunlu və Qiyaslı kənd sakinlərinin Novruz şənliyinə xoş gəlmişsiniz. Sizin baharın müjdəçisi, xalqımızın ən qədim və ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gözəl gündə bu məclisə hər yaşdan, hər insanın, uşaqların, o cümlədən gənclərin, ağsaqqalların və ağbirçəklərin bir araya gəlməsi bayramımızın ruhunu daha da gözəlləşdirir. Qoy hər zaman elimizdə, obamızda belə şənliklər olsun. Bizlə hər zaman həm uşaqlar, həm böyüklər, həm gənclər, ağsaqqallarımız, ağbirçəklərimiz bir olaq, birlik olaq, həmrəy olaq. Təşəkkür edirəm. İlk öncə hər birinizi salamlayıram. Novruz bayramı yenilənməyin, ümidin, birlik, bərabərliyin rəmzidir. Təbiət bu günlərdə yenidən oyanır. Torpaq canlanır, ağaclar tümücüklayır. Bu bayram nəsilləri bir araya gətirən xüsusi bir gündür. Böyüklərimizin təcrübəsi, xeyir duası, uşaqlarımızın isə sevinç dolu gülüşləri evimizə bol ruzi, bərəkət və sevinç gətirir. Əziz dostlar, gəlin bu gözəl bayram günündə birlikdə sevincimizi paylaşaq. Hər birinizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Hamınıza xoşbəxtlik, sağlamlıq arzulayıram. Bayramınız mübarək.
yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Ölsəm də eğilməm, düşsə qara tətidən. Bulbul qarlı xalqımın, qurbanam qeyrətinə. Ölsəm də eğilməm, düşsə qara tətidən. Bulbul qarlı xalqımın, qurbanam qeyrətinə. Azərbaycan əyilməz, Azərbaycan bölünməz. Bir kərə qalxan bayraq, bir daha yerə əyilməz. Azərbaycan əyilməz, Azərbaycan bölünməz. Bir kərə qalxan bayraq, bir daha yerə əyilməz. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan.
Allah sizləri var eləsin, Allah sizləri xoşbəxt eləsin. O gün olsun, həmişə dediyimiz kimi, vətən deyəndə hamımızın ata vətəni var. O da bizim Qubadlıdır, Qubadlı kəndləridir. İnşallah Allah'ın köməyi ilə hamımız orada bir çətin altında bu bayramı orada qeyd edilir. İnşallah Allah'ın köməyi ilə o necə deyirlər, o gedəndə nə verirlər? Alındı. Yox, nə pay. Orta söhbətlə yığışılsın. İnşallah Allah'ın köməyi var. Hak edər, hak edər. Öpürəm hamımızı, bağlama basın. Tədbir iştirakçıları hər birinizi xoş gördük. Hamımızın bayramı mübarək olsun. Hər iki bayramımız, Ramazan və Novruz bayramımız. Allah Teala sizlərə can sağlığı versin. Bu adət-ənənəmizi yaşatdığımız üçün. Ağsaqqallarımız, cavanlarımız, gənc körpələrimiz var olasınız. Birliğimiz daim olsun. Hər birinizin bayramı mübarək olsun. Hamımıza can sağlığı versin. Çok sağ olun. Ben birazdan bir dəqiqə sizin şəhərimizə gözəl maçı gəlir. Ben birazdan yaxınlaşıb ana bacılarımızın da sözsüz yəqin ki bu gözəl gündə olan arzularını hazırlaşdırırlar. Bütün arzu çəklərimiz. Gözəl. Tanrı Türk'e yar olsun. Eller var olsun. Tanrı Türk'e yar olsun. Umutlarla ulaştım. Altayları dolaştım, şamanımla bağlaştım. Biri uğurlansın, Tanrı Türk'e yar olsun. Biri uğurlansın, Tanrı Türk'e yar olsun. Yar oldu yollar bana, söyledi diller bana. Turan eller var olsun, düşmanlar kahrolsun. Tanrı Türk'e yar olsun. Turan eller var olsun, Tanrı Türk'e yar olsun. Dolaştıkça Turan'ı Çok sağ olun. Elimiz obamız düşmən işğalından azad olunsun və biz Novruz şənliyimizdə digər bayramlarımızı orada qəbul Xoş bizim halımıza ki, Allah o günümüzə qismət elədi və artıq çox uzun müddət olmasa da qısa bir müddət ərzində biz həm orada, həm burada bu məclisi təşkil edə bilirik. Məclisi təşkil edən bizim ağsaqqallarımız var. Onların hər birinə də təşəkkürümüzü veririk. Həqiqətən də Allah heç bir evi, o cümlənin yeni olmanı ağsaqqalsız və ricəsiz eləməsin. Bugün bizim gənclərimiz, o cümlədən ağsaqqallarımızla birlikdə bizim körpələrimiz də göstərdilər ki, həqiqətən də onlar bizim gələcəyimizi təmin edirlər və
olsun, o cümlədən şeirlər olsun, rəqslər olsun, bizi feyziyə verməyə bacardı. Bugün bizim iki körpə balalarımızın da rəqsləri olacaq. O cümlədən Ayşə xanımın da son bir sözləri var, onları görüşürük. Novruzda təbiət qayğı və təvazökarlıq Novruz bayramını təbiətə qayğı göstərmək, onun hər bir zəhmətini qiymətləndirmək və ona hörmətlə yanaşmaq üçün bir fürsətdir. Bu bayramda hər bir çiçək, hər ağac, hər torpaq parçası bizə həyatın gözəlliklərini və zənginliyini xatırladır. Gəlin birlikdə çiçək balalarımızı izləyək. Rəqslər oldu. Mən Ətrafə müəllimiyə, Vahid bəyə, Ayşə xanım özünün tərin təşəkkürünü bildirəm. Doğrudan da bu səhnəciklərin hazırlamasında çox böyük əziyyətlər olur. Var olasınız, inanıq ki, ildən-ilə daha da
Azadoğlu'na, Xəqani Cabbarova, Hilal Ağayevə, Hikmət Kamiloğlu'na, bizim Zahir Arifoğlu'na, ümumiyyətlə əziyyətli, zəhmətli olan bütün həmkərtlərin gözləri minnətdarlığımızı bildiririk. Allah təala sizləri var eləsin və bu məsuliyyətli yükün öhdəsindən çox ləyaqətlə gəldiniz. İnanırıq ki, Rafael müəllim, gələn il bunlar daha da gözəl olacaq. Və mən bu şeyi bugün kəşf elədim ki, bizim kənd cəmaatımız, qonşular da, qohumlar da, bizim qonşu kəndlərdən də dəvət edirlər. Gələn il bundan da daha çox, daha maraqlı keçməsi üçün mən onlardan da xahiş edirəm, daha fəal iştirak edəsinlər. Və sonda yaxınlaşa bizim çox dəyərli şahımıza, Kamal müəllimə. Buyursun hər üçü, həm Ramiz müəllim, həm Kamal müəllim, həm də Dilafər bəy. Ürək sözlərini desinlər. Çox sağ olun. Mən uzun danışmayacağım. Mən bir daha bugünkü gün üçün burada gələn bütün kəndçilərimizə, qohumlara, qıraqdan gələn qonaqlarımıza öz böyük təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Allah Teala onları var eləsin, əski olmasınlar. Qoy balaları xoşbəxt olsun, canları sağlam olsun. Allah Teala onlara nə ömür verirsə sağlam yaşasınlar. Allah Teala sıralarımızı pozmasın, gələn il yenə də bu şəkildə, bundan da İlham müəllim dediyi kimi geniş bir şəkildə bayramımızı qeyd edəyək. Sizə minnətdaram, var olun, sağ olun. Sağ olun, mən də sizə hamınızı bir daha təbrik edirəm bu bayram əlaqələr və mən təşəkkür edirəm təşkilatçılara İlham müəllim ki, onlar bugün bizim çox əziyyətimizi çəkir. Həm burada, həm kənddə. Mən onlara Allahdan cansal mübarək edirəm. Gələcəkdə axıra qədər də elə bizim əziyyətimizi çəksinlər belə bayram günlərində. Sağ olun, bir daha təşkilatçılara minnətdarlığımı bildirirəm. İlham müəllim, çox sağ olun. Mən hər bir kəsə ayrı-ayrılıqda təbrik edirəm. Allah elimizi, obamızı var eləsin. O gün olsun ki, elimiz, obamız, o arpa dərəsi deyilən yerdə belə tədbirlərimizi hər il davam edək. Allah bütün ölənlərimizə rəhmət eləsin, şəhidlərimizə rəhmət eləsin, qalanlarımıza Allah ömür versin. O elimizdə, obamızda bu nəvəli, nəticəli, elimiz, obamız orada olsun. Çox sağ olun, təbrik edirəm, bayramımız mübarək olsun. Vahid Sülmova, Aygün balamıza dərin təşəkkürümü bildirəm. Və əlbəttə ki, bu gözəl musiqiləri ilə bizi feyzə veriyən qardaş oğluna, Hüsnü Cabbarova, hörmətli müğənnimizə dərin təşəkkür edirəm. Musiqiçilərimizə, Mahir Qarazurna ifasçılarımıza dərin təşəkkür edirəm. Mənim əzizlərim, arz edirəm ki, qoy bu il hər birinizin ailəsinə bir daha ruzi bərəkət, ciblərinizə pulunuz, paranız əşki olmasın. Bir daha bayramınız mübarək olsun. Sağ olun.